Salam, sabahınız xeyir olsun. 9 fevral günü, 2026-cı il günü və eləcə də demək Şaban ayının 21-ci günü. Həftənin isə deməli birinci bazar ertəsi günüdür. Günümüz xeyirli uğurlu keçsin, bollu bərəkətli olsun. Bununla yanaşı həftəmiz uğurlu başlayıb, uğurlu başa çatmış olsun. Və bugün, yəni 9 fevral günündə işləri ilə məşğul olanlar, istər evdə, istər demək işləyən insanların hər birinə can sağlığı birinci, bol bərəkət ruzi, ciblərinin pulu ilə dolub daşmasını arzulayıram, iş abadlığı arzulayıram. 9 fevral günündə təhsili ilə məşğul olan məktəblilərdir, orta ixtisas tələbələridir, ali məktəb tələbələridir, hər birinə zihin açıqlığı, iş avantlığı, qarşılarına qoyduqları məqsədə, hədəfə çatmalarını arzulayıram. Millət üçün, xalq üçün yetərli, yaxşı bir kadrlar yetişməsini arzulayıram oxuyaraq və digəri isə 9 fevral günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət diləyirəm. 9 fevral günündə kimlərin xəstələri var, Allahdan şəfa diləyirəm. O cümlədən bütün qazilərə can sağlığı, Allahdan şəfa diləyirəm. Və 9 fevral günündə kimlərin ad günü, şad günü, xoş günüdür, xeyir günüdür. Hər birini təbrik edirəm. Ad günləri olanlara yeni yaşlarının düşərli olmağını arzulayıram. 9 fevralda artıq deməli Novruz çərşənbələrindən 6 həftə əvvəl deməli Xıdır Nəbi gününün keçirildiyi gündür. Bu münasibətlə də hər birimizi təbrik edirəm. Kimlər bu günü qeyd edir, xoş qeyd etmələrini arzulayıram və bu günün hər birimizə düşərli olmasını, arzularımıza çatmağı arzulayıram. 9 fevral günündə isə 1920-ci ildə Parisdə imzalanan müqavilə ilə Ştenbergen adasının statusunun müəyyən edildiyi gündür. 9 fevral günündə 1931-ci ildə 7-ci Ümumi Azərbaycan Sovetlər Qurultayının işə başladığı gündür. 9 fevral 1934-cü ildə Türkiyə, Yunanistan, Rumıniya və Yugoslaviya arasında Balkan sazişinin imzalandığı gündür. 9 fevral 1994-cü ildə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında demək dostluq və əməkdaşlığın inkişafı barədə müqavilə və bir çox sahələr üzrə əməkdaşlıq protokollarının imzalandığı gündür. 9 fevral 1995-ci ildə Azərbaycan Respublikası ilə Bosniya və Hersegovina arasında diplomatik əlaqələrin qurulduğu gündür. 9 fevral 2004-cü ildə Mozilla Firefox 0.8 web brauzerinin istifadəyə verildiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.